Qaraqura işlər başlayır. Bir dənə sən yalan bunu tut. Mən də bir dənə belə tut, buradan tut. Mən buradan belə Nice. Yox, Mirda mənə kömək eləmə, sən mənə kömək eləmə. Hə. Nuru, Hə. sən bilirsən də, mən nə əziyyətlərlə gəlib buralara çatmışam. Haralara Miri. Buralara da çatdığım yer. Miri, sən bataqlıqdasan, qadınam, sən çıxmamsan ki, sən üzü aşağı gedən adamsan. Əvvəl normal olub, sən nə deyirsən, mən tam başa düşmədim. Nuru, mən Aydaşla evlənsəm, toyumuz olsa, inan hamısı düzələcək. Bir dənə evlənə bilsək. Ay, heç nə düzəlməyəcək. Sən heç kimin toyuna getməmsən. Getdiyin toylarda pul yazılmamısan. Sən düşünürsən ki, toy eləsən, hamı gələcək, pul yazılır. 2 qat borcla çıxacaqsan. Çıxar deyə beyninlə toy söhbətini. Onda mən variantım yoxdur. Qasıracam. Başqa variant yoxdur. Sən kimi, piyanlan kimidir qasıracam. Qasıracam. Piyan olan da deyəndə ki, bizim piyan vaxtı da, ayıq vaxtı da elə ağlımız eyni işləyir, Nuru. Mən baxıram, sənin beyninin bir küncündə Mustafa var da, elə onun pulu, imkanı, şəraiti. Yaxşı deyirsən, sənə yarışan da odur. Gəl, bunu çək. Qaynatasının 5-10 manat pulunu görəndə ona ata deməyə çalışan, özünə ata deməyə borc bilən, şərəfsiz, kürəkənlər salına. Vur buna, vur. Bir dəqiqə, bu vur. Tələsmə də, tələsmə. Oturmuş ki, çörək yiyir, ay Nuru. Balaca əlavə eləyim. Evet. Həm də bunu içək, Nuru. Özümə hörmət qoyacağam bu gün sabah. Bax, belə deyib, özünə heç bir vaxt hörmət qoya bilməyən oğlan sağlığına. Yəni, hörmətsiz. Mən deyirsən, sən? Sən mən deyirsən? Yox, nəysə. Amma mən sən deyirdim, kürəkən deyəndə sən deyirdim. Sən mən deyirdin? Hə. Kürəkənməsən? Hə. Mən də sənə deyim də. Rahat. Hörmətsiz. Mirim, bugün ət yemişik, rahat ol. Onu elə sən... Bunu sən şərəfini çəməyəm, səndə şərəf yoxdur. Sənin şərəfsizliyinə vura. Vur geçsin. Hə, olsun, rahat ol. Rahat. Olsun, qarşılıqlıdır, sağ ol. Əlat, Mir, bir dənə köməklə bir dənə. Biz niyə kuryer paltarında gəriyə başa düşmürəm mən işdən? Nuru, sən mənim ən yaxın dostumsan da, qutar da bu söhbətlərdə. Mən də sənə etibar elədim ki, girək Aydaşımı qasırdım, çıxaq qaçaq. Dayanıb, nə bilirsən, bizi bəlkə sər buraxmadılar. Kim bırak? Yox, sən narahat olma. Bu saatlarda Aydaşın ürəyi pizza istəyən vaxtlardır. Heç neyse narahat olma, gəl. Nədir, nə lazımdır? Hə? Necə? Nə lazımdır? Qardaş, belə çıxırsan elbi ki, bizi harca oğruq eləyən yerdə tutmuşsan. Nə olur, bir salamdan zatdan ver də. Sözünüz qutardı? Yox, qardaş, biraz kobudsan, bir baletsam, bir şey də, asamsan. Nə lazımdır sizə? Ha, qardaş, bizim bir üstümüzə başımıza bax da. Kuryeri pizza yetmişik. 2 nəfərliyə gəlmişsiniz. Bizdə elə bir kampaniyadır, elə bir pizza alanda bir kuryer gətirir. 2 pizza alanda 2 kuryer gətirir. Elə bir nəfər gəlir, bir nəfər də hədiyyə gəlir. Elə bir kuryerin biri hədiyyə olur. İndi hədiyyə olaraq hansınız gəlmişsiniz? Elə bir mən əsasam, bu da hədiyyə kimi gəlib də. Getdik. Deyən bir dəqiqə, deyən. Üzr istəyirəm, qardaş. Başa düşmədim. Nuru, sən özünü niyə soxdun ortaya, hə? Sən xeyr ola, sən əsas olursan, mən hədiyyəyəm. Qardaş, bu elə bölümdə, kampaniyada da hədiyyədir, mən əsasam.
Ha, bu əsasdır. Hədiyyə mənəm. Hədiyyə mənəm. Ona görə də hədiyyə mənəm bu əsasdır. Gedək. Bir dənə üzr istəyirəm qardaş, bir dəqiqə üzr istəyirəm. Nuru, fikrimi dəyişdim. Sən əsası ol, hədiyyə baxma da daha qiymətli olar onun üçün. Mən hədiyyə olum. Sən əsassan. Yaxşı qardaş. Sən əsasdan. Əsas mənəm. Önəmli olan mənəm. Bu elə hədiyyədir, hədiyyə. Yanında hədiyyə kim gəlir? Olar ki. Bilə-bilə giz edirsən, amma niyə? Ha, saxla. Nəsə keçin sən. Mən bəlkə... Ala keç içəri çox danışırsan. Hədiyyə də sən əsassan. Biraz bunda hər şey. Motosikletdən şeylər, iqtisad yoxdur həyat. İqtisadda belə, iqtisadda da. Yenə sən zibilinə düşürəm ha. Bu məsələdə problemə düşsən mən nə incim ha Miri. Başa düşsən, hər dəfə sən zibillərinə düşürəm mən. Ümumiyyətlə qutar deyə Miri. Sabah səhər, xoruz banniyə kimi özümə hörmət qoyuram, qutar da. Bizim əlaqəmiz qutar. Arasan sən qutar da bu bəyanələri birdən. Elə sən həmişə özünə hörmət qoyursan, amma gəlib axıra çıxmırsan. Qardaş, sən xoruzun banlamağını niyə gözləyirsən? Sən özünə hörmət qoyansansa, qardaş, qoy da hörməti də. Birdən xoruz banlamadı. Nə tər olacaq? Banlamadı. Necə olacaq? Xoruz banlamasa, mən özümə hörmət qoyamayacağım. Çünki məndə quqqulu quyuya dayanıb hörmət qoymaq. Yəni, xahiş edirəm, mənim özümə hörmət qoyub qoymamam, sən neyincidir? Xahiş edirəm də, xahiş edib qarışma da. Mən özümə hörmət qoymuram. Qardaş, mən beləyəm, ban səsinə gəl, düş qabağıma gedirik. O dan yeri söküləndə ya qoyacam, ya qoymayacam. Deyirəm ki, Nə deyirsən? birdən Normaldır, nə gör, nə deyirsən də? eşitmirsən? Yox. Deyirəm ki, birdən Mustafa evdə olsa qızı nətər qaçırdaçıq, deşdin! İndi bildin, necə eləyəcək? Gecə saat 2-də mənim evimdə nə işiniz var? Sənə dedim də, gecə vaxt cəmat narahat eləməyək. Vaxtı gedək, söhbət həll eləyək də. Nur, ora niyə gəlmişdiniz? Ay Mustafa müəllim, gəlmişdi sözdə 2 nəfər var, mənim niyə üstümə qışqırsan? Elə səhədə qorxu gəlsəm, mən Mirini satacağım, Miri mənim qardaşımdır, heç vaxt sata bilmərəm. Miri, qorxma, mən sən satmayacağam. Bəli. Sağ ol Nur, sağ ol. Mənim dostum, qardaşım. Mən qız qaçırtmağa bilirəm də kimlə getməliyəm də. Qız qaçırtmaq nə də? Sən niyə özü qız satırsan? Ay Mustafa müəllim, özü satdı. Hə? Sən hüququ yoxdur. Sən bilirsən, mənim hüququm yoxdur. Niyə onda söhbət açırsan? Bax, söhbəti açdın, mən beynim qarışdı, ağzımdan çıxdı. Mən sənə deməmişdim ki, mənim itə qurda veriləsi qızım yoxdur. Ay Mustafa, bura kimi qəşə gəldin. İti qurdu tutamam. İt kimə deyirsən, qurd kimə deyirsən, sonra bizim aramızda spor düşür. Biz bilək nə tər ulayacaq, nə edəcək. Ona görə kimə nə deyirsən? Mənim indi həvəsim yoxdur sizi döyməyə. Sizi döyəndən sonra tərləyəcəm. Tərlədim, gərək gedim çimiyim, paltarımı dəyişeyim. İndi siz gündə 5 dəfə hirslənib tərləsəz, elə 5 dəfə də çiməcəksiniz? Siz buna şampunu, sabunu necə satdırırsınız? Hala suyu demirsən, şırxa-şırxıdır ya. Mən hələ 3 gündən bir çimirəm, deyirəm ki... 3 gündən bir, belə tez-tez çimsən. Adı əvvəl kimdir, əvvəl həftədə idi. Uşu qaldırdınız, ha? Ay, Həftəlimadır. Pərviz, Bəli. sən bu gecə bunların yanında qal. 14 gündür çimirəm mən. Qoy qalsınlar burada. Səhər buraxarsan. Başdır mənim. Başım var olsun, qardaş. Gözün üstlərində olsun. Sən qardaş, biz durasan uzan, rahat uzan, sana narahatçılıq olmasın. Ümid deyirəm, bax da, belə dur, hə, dur. Yox ki. Görürəm ki, nə qədər danışsan da xeyri yoxdur. Sən Aydandan əl çəkmirsən. Yox, əl çəkəməyəcəm, Mustafa müəllim. Onda toy eləyən kimi Nurunu dəli bir ata mindirib. Nə? Ona aziz dot sürtüb.
qamçı ilə vurub nurunu buraxacam həyatın ağuşuna. Ağşına? Ha, quşuna baxdı. Ay Mustafa müəllim, başına dönüm. Nədir sənin mənə verib ala bilmədiyin? Bu nə fantaziyalardır? Nə istəksən məndən? Açığı sənə qıcıq oluram. Səndən xoşum gəlmir. Səni ləkələmək istəyirəm. Yox, mən ölürəm səndən ötəri. Gecələr adını çəkib yatıram. Məndə də sağ qarşı bir soyuqluq var, amma pərdən sağlayıram da. Ləkələmək sadı nədir? Ay Mustafa müəllim, xahiş edirəm. Ha, bir şey təsir edir, qəlbimə dəyir. Çox pis bəyərir, qardaş. Yaxşı. Səni ləkələməyin başını buraxdım. Çox sağ ol. Yox, mən də səni çox istəyirəm. Aydanı da sənə verirəm, amma bir şərtlə. Hemen razı. Nə razı? Bir gözü günü şərti nədir, ay qardaş? Ay, qulaq asla görə nə deyir? Mənim bir oğlum var. Oy. Oğlunuz? Ay Mustafa müəllim. Bəs oğlunuz var, nəcəb mənim xəbərim olmayıb. Əlinizdə, ovuzunuzda böyüsün. Ay Mustafa müəllim, o nətər oldu, hardan çıxdı? Amma lev uşaqdır. Levi telefon olur, Levi uşaq olur. Levi uşaq da olur. Ha, bəlkə biz Leviyik ya. Hə, yəni anası Aydanın anası deyil. Hə. Mustafa müəllimin qıraqda saxladığım. Başa düşdüm, mən başa düşdüm. Ha, biz saxladığı zad nədir? Cəmaatın arvadını saxladığı deyir, ha? Belə şey olar. Bilgirdin qoy da. Lazımdır sənə bu. Demə də. Sözümü tövmüşdü ya. Sonra mən belə başa düşdüm ki, sən Aydanın anasının boğazından kəsib, o saxladığına yedizdirsən, ha? Atalar üçdən deyib. Yox, vurma, mən fikir. Bu uşaq biraz müasir uşaqdır da. Yəni belə incə-mincədir. İncə, onda lap müasirdir, ha? Abardıb. Mən də istəyirəm ki, onu sizin yanınıza qoyum, ona biraz kişilik dərsi keçin də. İndi başa düşdünüz də. Yəni aydan qaldığı evdə də qala bilərsiniz. Nə qədər pul lazımdır, verəcəm. Başa düşdün? Amma Aydan bilməməlidir ya, ögey qardaşı olduğunu. Aydan bilməməlidir. Bilməməlidir. Bəli, şu qutar götürüyor. Siz elə bunu. Mən siz bir bunun üstünə öyrənəsəm. Basın bayla! Ha, koy yerinə çıx çölə də, ha. Duzluyur, istiyotluyur. Nə istəyən, ha sən? Adam niyə belə olsun? Adam belə uşağa görə niyə xəyanət eləsin ailəsinə? Eşitsən Nuri? Aydan bunu görəndən sonra çox pis olacaq ha. Qız yəni şoka düşəcək. Məncə Mustafa da bunu birinci görəndə çox pis olub, şoka düşüb. Üşüyürəm, gəl sər keçək də. Üşüyürsən? Xəstəsən sən? Ha, günəş görmüsən, tərliyirik biz burada. Küləkdə axı donuram. Ha, biraz möhkəm oldurur, biraz kişi oldurur. Doğram, nədir qadanan? Birazdan əyləncə olacaq, istirahətdə canı sinəcək, narahat olma. Mənə bax, belə idmanla zadla məşğul olmamısan, nəsə belə qola, ayağa zadı işləməkdə. İdmanla yox. Amma yaxşı cırmaq ata bilirəm. Çırmaq atamla, oğla bax, ha, çırmağın adı. Vuran tutan əlini olsun, təpik, belə bir şey yoxdur. Şillə şapalaq da. Buna bir də şillə vur. Vur bir də mən şirlə. Deyəm. Buna şirlə vurmaq da. Biraz özü toprağa normal bir şirlə vur da şapalaq. Vur şapalaq. Ha, belədir, ha, bir əlinin tutumunu tut, hiss elə. Langıllat da, şaqqıllat da. Vur da bir də şapalaq vur da. Yalnız. Dədəm alayla bir məni qaralayıbdılar ya. Belə şey yoxdur ya. Minə gəldi yavasa işinlə vurma, elə bir lapatka ilə qoyur. Ha, sən dedin da, kişi kim vur, şapalaq vur. Da, vurdu. Üzr istəyirəm. Mən həyatı boyu heç bir canlıya zərər verməmişəm. Ala, sən can qutardasan da bu incə sözlərdə canlıya, nə bilim, zərər çıxart da leksikonundan belə sözlərdə. Belə yumuşaq danışma, sən danışanda elə bir sürüşürsən.
Hə, adam gələcək özünə çəkilirsən ver, belə qoydu, belə tam götürdüm yəni. Sən O yaylıqdan bax. hə, özünə çəki düzən ver demədim, başının yaylığını düzəldi. Bir özünə şey oldu, adam, ha, bu nədir, mənə gəldi şirə dönürsən, özünə yavaş sürüşərsən, ehtiyatlı ol. Bax Nuru, necədir? Əladır, mükəmməl. Amma bir şey başa düşmürəm də, bax, sən bu ayın maaşını xərcləmirsən, düzdür? Hə. Gələn ayın maaşınla borc bağlayacaqsan. Üçüncü ayın maaşına da hələ gör nə qədər var. İndidən nəyə gəlmirsən mebellərə baxmağa? Ay Nuru, sən xəbərin yoxdur. Amma deyirəm, mebildə təzə kampaniya başlayıb. Deməli, gəlirsən, ürəyini istəyən mebilləri seçirsən. Qardaş, 18 ay faizsiz başlayırsan kredidən ödəməyə. Hələ bu harasıdır ki, kreditdə 3 aydan sonra başlayırsan. Nuru, ay Nuru. Doğrudan burada krediti rəsmiləşdirmək necə rahat imiş. Sən axırın sözünü bitirən kimi mən bütün sənədləri rəsmiləşdirdim. Götürdün? 3 aydan sonra ödəniş etməyə başlayacağam. Sağ olsun Madeyra. Süper bax, qonaq otağı, yataq otağı, mətbəx, bütün mebellər hazırdır. Sən həmişə məndən birinci keçirsən. Sən həmişə məndən qabağa etmək istəyirsən, Nuru. Bir xahiş edirəm, qoy. İmkan ver, yəkə ikisi hə. Bu işıq da sönməyə vaxt tapdı. Nətər eləyə? Nə bilim. Sən işıq düzəldə bilirsən. Sən düzəldə bilsən ki? Ay, spor üçün demirəm, ay gic bəsər. Mənim başım çıxmır da, deyirəm, bunu düzəltmək lazım. Düzəldə bilirsən sən. Mənim də başım çıxmır. Oğlanlar Ha? məni qızların yanında qoyub hara qaçmısınız? Allah bu neyini ha Bir qardaş. sərt oldun, bir sərt oldun o. Ha qardaş biraz üzüysən necə belə şey yapar, necə kişi kimi də. Eşitsən məni. Sən belə elektrikdən, tokdan, mokdan başın çıxır. Mən elə elektrikliyi bitirmişəm. Ha, nə ala? Birini də verər görürəm. Üz zırıq işıq düzəldi. Gözlə mən işıq sağ. Sağ. Bax, o bilmirəm hansıdır. Mən tam bilsəydim sənə nə şey eləyirdim. Battık, bədbəxt oldu, bədbəxt oldu. Ana bədbəxt olduq ha. Mustafa oğlunu bizə tapşırmışdı, öldürdü. Ama gel hele Mustafa'dan da. Ya. Ha, bu stada uşaq tapşırarlar. Ha, biz nə vaxt nə iyi yaratmışıq ki. Oğlum ben elədim, kimin də elədi? Nə mənim sifətim, mənim sifətim deyil. Sən onu yolladın da orada. Harada mən yolladım ha? Ha, nə niyə belə? Gəl götürmə biləm neyini. Nəfəsim kəsildi ha. Nuru, biz nahaq yeri bunu əlimizdə gətirmədik buraya. Sürüyə gətirdik, bunun üstü başı da cırıq-cırıq oldu.
Hala paltar vaxtı. Lopatka ilə qoyam yatsızdıram sən. Paltar vaxtıdır, o vaxtıdır. Ha, üstü başı görünən günə qaldı onu indi. Bu dəqiqə onu fikirləşirəm. Bir dənə bu torpaqda qalsın, canına tok çıxsın. Aparaq verək Mustafa'ya, deyək ki, Mustafa müəllim, oğlun bırak çıxdı, bunun başını bırak, başqa oğul fikirləş. Qulaq asma. Mən gedim apteka, deyirəm nəsə bir dənə, bəlkə bir dərmandan, iynətdirdi, zad elədi, ayıltdıq da. Yaxşı, gedim mən. Onda mən də evdəki dərmanlara baxım da, hocam, nə tapıram? Oy. Bu nəydi, başıma gəldi? Sizdə salamatçılıqda, ölüm itim yoxdur, hər şey normal. Yaraşıqlı. Ay. Qaranlıqda lap cazibədar görsənirsən. Hayda, belə deyirsən, bütün sürkələri bir. Sən belə danışanda adam istəyir, geri atasının cibindən maşının açarını götürə, səni mindirə başla, apara opalara. İşıqlar nə vaxt yanar? Hani sən işıqları? Qaranlıqdır, cazibədir. Biraz istəyirsiniz, oturaq dərtləşən də. Naharsın, iyiniz? Dəli. Hayır, dəli deyilsən, sirkəliyirsən. O tutuq, belə bütün bədən gedir, gəlir. Bir dəli şeytan deyir, arvad uşağı çolla çölə, ev eşiği apar, qoy banca pul çıxart. Bu iki xanımı da özünü də yaşat. Bir şeydən sonra deyir ki, banca pul nə deyəcək, sən duq yoxdur. Duq deyir, bildik də nəydi? Sizə ifadəmə görə, siz burada olun, bir dəqiqə gəlirəm. Yaxşı, yaxşı. Darmazdan bir, ikisiz bir itkimiz var, atom etkisi də narahat olma, yer verilirsən. Harada da der var. Eşidirəm. Mustafa, bax sənə demişdim ki, bu tenderə girmə. Bu işi alacam sənin əlindən. Amma sən razılaşmadın. Düzdür? Hə, sən kimsən, mənim əlimdən iş alırsan? Sən mənim əlimə düşmə də. Bax, incimə məndən. Sən özün çəkiləcəksən o işdən, darıxma. Sənin başımı oynatacağam, yaxşı, görərsən. Nuru, anar hanı? Beni, anar hanı. Məndən soruşsan? Məndən niyə soruşsan bə? Hala, deyirəm bəlkə, hala dərinə zada gedib. Biraz qazaq baxaq. Ay, nə dərini dəqiq bura basırmışdı. Buraydı dəqiq. Anar, anar! Ay, qəqər! Hala, haradı bu? Ha. Vay. Ha. Hə? Görsən kameranı? Hə, Nə fikirləşsən? gedək baxaq. Məncə gedək 100% baxaq. Evdə baxaq görək kim buna qaçırdı kəməri. Yaxşı fikirdir. İşıq sönəndən sonra görüntü yoxdur. Bir dənə başqa qayda o qızlar sərgiləndə mən onlarla söhbət edirəm. Orada istisad eləmişəm. Oranı silətə cəmaatın əlinə düşər, görər. Biabır olaram, xahiş edirəm bir dənə oranı silətə. Sən deyən də bir dəqiqədə Nurda. Hala sən kimin nəyinə lazımsan? Ala indi heç kimə lazım olmayan o qədər adam TikToka çıxır ki, orada populyar olur. İstəmirəm də eyni aqibət yaşayım. Bir dənə sildə xahiş edirəm, bir dənə geri qayıt. Deyən, bir dəqiqə. Burada bu anarı necə kim qazıb, kim çıxardıb, özü çıxıb. O görüntü yoxdur. Ancaq bir gün əvvəlin görüntüsü var Nuru. Ha, ver baxaq da oranı, o yerinə qoy. Bu. Ha, sağ ol Mustafa. Ha, bunlar gündə bir qızla gəl. Ha, belə şey yoxdur. Balasının rulsunu bunlara dağıdır. Amma balasının da rulsu qutarmır ya. Mən bax, canım, xəşləsəm dağılacaq ha, bilirəm ki, bu pul qutarmır da. Yaşayır da bu. Adam qalır, baxır, Nuru. Bilmirsən, qarqış eləyəsən, bilmirsən, paxıllıq eləyəsən. Hala bu qədər vaxtı necə tapır? Hala bu qızlarla görüşür. Sən, bu videonu saxlamaq lazımdır. Mustafa bizi diriyib, anar soruşanda çıxardırıq bu videona şantaj eləyirik. Hey! Hayda. Nuru, sənin bu belə qəribə məharətlərin var. Ölürəm də onlarında, bax, üzə durmaqdır,
Nəsə ilişdirməkdir. İdeya mənlikdir. Yox, üzə durmaqsa hamısını sən eləyəcəksən. Çünki bunu sən bacaracaqsan. Şüvənli xodlayırsan, bu yox. Öz gələcəyin xatirinə. Eləyəcəksən, alındıracaqsan. Sən tanıyıram Miriam. Götür bunu indi zapt elə bu yerini. Miri, Bəli. sən mənim yanıma gəldin, Bəli. dedin ki, sənin qızını istəyirəm. Düzdür Mustafa müəllim. Düzdür. Düz. Bəs mən sənə nə dedim? Siz mənə nə dediniz? Siz mənə nə dediniz? Asıq yadımdan çıxıb, Nuru dinlən də Mustafa müəllim mənə nə demişlər bax. Mustafa müəllim sənə nə istədi? Mənim yadımda qalmayıb, bax mən bilmirəm. Necə yadıma qalıb? Bütün gün mən böyrümü... Mənim yadımda qalmayıb, qoy öz desin. Nə dedin? Sən özün de. Abi deyən görüm, riski danışdınız, mənim də yadımdan çıxdı. Biz nədən söhbət eləyirdik? İndi... Ha, Mustafa müəllim açığı, bu dəqiqə mənim fikrim özümdə deyil idi. Ayın axırıda bu kreditiniz adında baxdı da onu görə yadımdan çıxdı. Siz nədən danışırsınız? Mustafa müəllim nədən danışırdı? Heç olmazsa sən yadına saxla da. Mən biraz fikrim buradaydı, qulaq asmadım sizə ona görə, mən bilmirəm. başa düşmədim hə? Sən mənə qulaq asmırsan? Bu da qulaq asmırdı. Mənlə belə tonik aşağı sala, hey! Mən anarı sizə tapşırdım. İndi yoxdur uşaq. Hardadır uşaq? Qışqırma, indi bu dəqiqə göstərəcəm ha mənə. Gözləm. Gözləm. Açılsın. Gözləm, sən də gələm. Buyur. Bu qızla evə gəlirsiniz, istirahət edirsiniz. Nağarsan, ay Mustafa müəllim. Mustafa müəllim. Görüntülər hardandır? Bu görüntülər təkcə bizdədir. Amma səsini qaldırsan, hamıya yayacam. Məndə olqumsad yoxdur ha, belə şaka. Sakit ol! Hey! Yaxşı da, yaxşı. Görmüsən? Bunu sizdən başqa bir adam bilsə məndən incimir. Yaxşı, köməkləşib anarı bir yerdə axtarıb tapar. Aha. Gözəl söndürüm, sözü delete olar. Shift, aha. söndür. Saxlanıyır. Yo, bu hər yeri atmışam, məndə durur abi, yəni. Hop, hop. Mustafa müəllim, biz anarı gətirdik, burada bastırdıq ki, özünə gəlsin də. Sonra nətər olub bilmirəm də, yəni ayılıb çıxıb gedib, neyinib? Yəqin nəsə iş olub çıxıb gedibdi. Yəni burada abardacaq bir şey yoxdur. Mən təxmini bilirəm anarı kim qaçırdı. Qızın bura gəlmək videosunu sizdən başqa heç kim bilmir ki. Şəxsən mən öz adıma deyirəm Mustafa müəllim, mənim ulğum var. Ulğum var nə? Ulğum var ha mənim. Mənim. Ha burada. Yəni mən də söz çıxmaz. Görürsən. Ha bir dəqiqə deyən. Dur. Üzrsən bir dəqiqə Mustafa müəllim. Sən demək istəyirsən ki, sənin hulqumun var, mənim hulqumum yoxdur. Mən nəyəm, qadınam sən üçün? Göstər də varsa göstər də. Göstərim də burada, hulqum burada. Hulqum. Göstər yoxdur da. Mənim hulqum mana. Yoxdur da sən də ulğum. Mənim hulqum. Hə, yığışdırın bu hulqum söhbətini. Keçin içəri gəlirəm. Ha keçdi də yemək yədi sümük cırıb aparma. O getdi də, o getdi. Yox, artıq olur. Hələ bir tək o da cırıq-cırıq getdi də. Sən belə elə. Bir müddət ortada gəzmə. Nuru ilə Miri səni mənim yanımda görüblər. Mən bu anar məsələsini həll eləməsəm, hamıya yayacaqlar. Eşitdin də məni? Yaxşı. Qutarmır da bu. Başımızdan problemlər qutarmır da. Evə gələn qızları tanıyırdınız? Yox, tanımağa yəni elə bir şərait imkan olmadı. Birinci onları tanımaq lazım idi. Ay Mustafa müəllim, siz hər salam verdiyiniz qızı tanıyırsınız? Həm də bir deyil, iki deyil, istər-istəməz, hə, yəni çoxluq oldu, yaddaşım zəif, məndə elə problem var. Mustafa! Mustafa çıx çölə! Vuracam İşim var Mustafa müəllim. Vuracam, nə vurmaq? Mustafa müəllim, mən yaşamaq istəyirəm, mənim hələ toyum olmayıb ki. Mənim ciyər axşamım olacaq, mənim qız toyum, oğlan toyum, xına yaxdım. Nətər olacaq?
Aha, sən nə qədər rasxodun var, ay Miri. Məncə sən ölü. Nə danışsan? Ha, məncə bu rasxoddansa ölmək lazımdır. Ölüm. Onda qoy çıxın birisi mənim vursun. Qoy mənim birisi canım dincəlsin Mustafa Ay, mənim. yaxşı. Mustafa seninle işim var. Çık çöle tezle. Qoy birinci mənim vursun Getmir, Mustafa. ayaq getmir. Mustafa, sen benim hislerimle oynamısan. Ben seni öldüreceğim. Nazilə, mən səni heç vaxt allatmamışam. Mən Nazile kimdi? Benim adım Nazile'dir. silahı gördüm, bir anda özümü itirdim, Hicran. Hicran kimdi? Ben Hicran değilim. Fidan, Fidan değilim ben. Nargilə. Yok. Mustafa müəllim, məndə bir iki dənə variant var. Olar məndə deyim ki, məli. Lalə. Ne lalesi? Lale var burada. Üzr istəyirəm. Olar bir dənə də ad mən deyim. Bəlkə də indi qismətdə çıxdı. Gülsüm. He. Vay. Hər oldu abi. Birinci dəfədən tutuzdurdum. Az danış. Mesela vuracağım sizden. Vurma. Sen benim hislerimle oynamsan. Xanım, üzr istəyirəm. Bu kişi neçə ildir mənim də hisslərimlə oynayır. Bax, deyir qızı verəcəm, vermir. Düzdür? Miri, bura gəl. Miri, sən bu kinolara zada baxmamısan. Kürəkən orada özün güllənin qabağına atır ki, qaynatasını qutarsın. Ha? Mustafa müəllim, bu kinolarda olur. Mən bilə-bilə öz qaynatamın tale yollarını kəsən deyiləm. Qismət nədir odur? Seni vuracağım. Çox üzr istəyirəm. Buradan qoy, yatacaq. Yaxşı ki, bu qızın gülləsi qutardı, yoxsa məni vuracaqdı. Deməli, bunlar məni ilişdirmək istəyirlər. Sizə bir dənə tapşırığım olacaq. Ay Mustafa müəllim, da bu qurtarmadı bu tapşırıqlar. Daha bir dəfələ deyin ki, Aydanı Miri sənə vermək istəmirəm. Gündə bir dənə tapşırıq versiniz. Bu dəfə tapşırığı yerinə yetirdin, qız sənindir. Qızın nə məqsədlə bura gəldiyini öyrənmək lazımdır. Gedin o qızı tutun gətirin. Ay Mustafa müəllim, biz nə bilək hardadır qız? Ay, telefonuma konumu atacağım. Gedin o ünvana. Gözdən də sən blokdan çıxardım bir dənə. Ay, durun. Dur da, dur, kişi deyir, dur da. Konum dəqiq buranı göstər. Maşın budur, ev budur. Əla. Qız çıxan kimi dəsmalı tuturam onun burnuna. Düzündən gedir, aparırıq. Ay, sən məzələnirsən. Dəsmalı onun ağzına tutmaqla necə ürək gedir? Dərman vurmuşam da, bu yatsızdırır da adamı. Hala, sən indi o darmanınla bu qız özündən gedəcək. Bir dəqiqə, bak. Hala. Ah, Miri, mən nəzi bilə saldı bu. Hala, Miri. Yatdı abi, Miri. Sakin. Bir çömelen kapıraz. Kapıraz biri. Keçərik. Dediyiniz kimi qızı qasırtdıq, gətirdik. Nə qız Miri? Vay. Deməli gördün ki, sən məni ala bilmirsən, gedib başqa qız qaçırdın, hə? Yox, Aydaşım, sən səhv başa düşdün. Bırakın beni. Ay, bir dəqiqə dayan, bıraxın məni suyunu. Bir dəqiqə gözlə, görsən burada ailə söhbət gedir daha. Mən elə bilirdim ki, mənim atam məni sənə verməz, sən başqası sevməz. Amma sən gedib elə başqasını tapmısan. Yox, Aydaşım. Tapsan dəndə qadanım. Bildiyin qız qaçırdı bey. Qaçırdı mən. Bəli. Hə, Nuru, sən nə çılındır adamıymışsan, ha? Ha, sən mənim dostum deyirsən. Ha, şərat, faktı deyirəm da. Düz də biləm. Düz deyir. Deyəcəm indi mən də. Lan deyəm. Aydaşım, sən bir söz deyim. De. Bir dənə özü bək tut. Pləşanlarda yaxınməsən, bək tut özü. Xahiş eləmsən. Bax, deyirəm ha. De. Hazırsan? Aydaşım, sənin atın başqa yerdə oğlu var. Nəyi var, nəyi var? Oğlu.
Yəni mənim ögey qardaşım var, hə? Ay Allah, mən elə bilirdim belə şeylər ancaq seriallarda olur. Nə maraqlı, mənim ögey qardaşım var. Ha buna nəsillicə dəlidir, çatmır sən. Ha belə şeyə adam sevinər. Meri, bəs qardaşımın adı nədir? Anar. Anar. Nə qəşəng adı var. Anar adında ögey qardaşım var. Ay Allah. Ha qorxdum ya mən. Ha bu əridir ya heç. Aydaş. Mən dedim ki, indi sən telefonu alıb atıb o zəyin vurub ağzından gələn deyəcəksən. Ha bunun vecinə dur. Hansınızdasa şəkili var. Buyur. Bu mənim atamın oğlu deyil. Nə? Bu bizim şirkətdə işləyən Anar müəllimdir. Atamın işçisi deyə bu. Ha? Anar müəllim. Müəllim? Deyirəm, xay şapalağı belə müəllim şapalağı idi. Anar müəllim. Siz tenderə girəndə mənə demişdilər ki, onu necəsə ilişdirməliyik. Sonra da dedilər ki, həyətdə nəsə bastıram, qoy üstündə qalsın. Məni bağışlayın Mustafa müəllim. Sizə qarşı çox böyük səhv eləmişəm. Sən bağışlayın, sən tapacısan, silah çıxartmışdın. Ben bu silahı nədən bağışlasan? Sadəcə gözünü qorxutmaq istədim. Amma bura gələnə kimi güllələrin hamısını atmışdım. Bir dənəsi qalmışdı. Ona görə məcbur oldum, qaçdım. O bastırdığınızı da mən çıxartmışam. İmkan vermərəm ki, Mustafa müəllimi ilişdirəsiz. Gəl əyləşin. Otur. Mən onsuz da hamıya demişəm ki, nə olursa olsun, o tenderi mən udacam. Bildim bu sənin oğlundur o Anar. Xeyr, mən Mustafa müəllimin oğlu deyiləm. İşçisiyəm. Maraqsız deyə belə, kaş mənim atamın bir ögey oğlu olardı, burada indi maraqlı macəra yaşayardı. Nə qəşəng olardı. Dur, sən qızın başı çatmır. Nəsillikcə belədilər. Gördüm ki, tender qabağı mənim ələyağıma yaman dolaşırsınız. Ona görə Anarı sizin yanınıza qoydum ki, başınız qarışsın. Bu Anar mənə rəqib olan şirkətə rəqib olan şirkətin işçisi idi. Sonra mənə rəqib olan şirkət buna yaxşı pul təklif elədi, öz yanına çəkdi. Mən də Anara yaxşı pul təklif elədim, öz yanıma çəkdim. Otur. İndi Anar o şirkətdən mənə xəbər gətirir, sağ olsun. Mustafa müəllim, açığı belə mən tam başa düşmədim siz nə deyirsiniz. Hər halda yaxşı bir şey dediniz. Amma deyim ki sizə, Anar da yamandır ya, buradan ora, oradan bura işləyib. Hiss olunur ki, bu qürurlu adamdır. Bəli, pul harda var, mən oradayam. Siz məni tok vurandan sonra torpağa bastırıb evə girdiniz. Mən də oradan çıxıb, xanımın bastırdığını götürüb, qaçdım. Otur. Mənə lazım idi sizin başınızı qatmaq. Onu da elədim, tenderi utdum. Nüşabə, gördün ki, pislik sənin özüvə qaldı. İndi rədd ol buradan. Nüşabə kimdir? Mən Nüşabə deyiləm. Üzr istəyirəm, çox üzr istəyirəm. Ondan sonra öz aranızda Mustafa müəllim belə aydınlaşdırarsınız. Bizə düşən nə idi? Bütün tapşırıqlarınızın hamısını əməl elədim. İndi icazə verin, bu qızı vurum qoltuğuma, gedim. Oldu. Altır aşağı deyil. Mən Aydanı sənə verib doğma balama həyatın ağuşuna ata bilmərəm. Bir dəqiqə deyən, Mustafa müəllim, olmadı ki, hər dəfə eyni şey deyirsin, hər dəfə eyni şey. Ağuşuna? Karakura işler, satın gitti işler, yokuşlar inişler, suçlar girişler. Düşü gölgeler o yollar ters, yalanlardan çıkarak ters. Geçmiş kara berbat, nes, gelecekten hiç gelmiyor ses. Ne değmez, kes, benim yolum karanlık ama korkum yok. Yüreğimde sevgi var ama duygum yok. Hayat kumar, vurur utar, ceketim var. Özümüzü vura vura, yok ediyor bura. Güzel hayat dura dura, işlerimiz kara kura.
Özümüzü vura vura Yol gibi yora bura Gözlere dura dura İşlerimiz kara kura Özümüzü vura vura Yol gibi yora bura Gözlere dura dura İşlerimiz kara kura Qara qura işlər bitdi.